Bismillahirrahmanirrahim. Bir qardaşımız yazır ki, həyətlərinə vaxtaşırı qarğa hücum edərək toyuq cücəni öldürməklə təsərrüfata zərər vurur. Həmin qarğanı öldürmək dinimizə görə icazəlidirmi? İslam dininə görə 5 növ heyvan vardır ki, onları öldürmək günah sayılmır. Buxari və Müslimin səhih əsərlərində möminlərin anası Aişə radiyallahu anhədən nəql olunan hədisdə gəlir ki, 5 heyvan zərər verici hesab olunur və onları həm adi halda, həm də haram ərazisində, ehramlı halda qətlə yetirmək icazəlidir. Hansıdır həmin heyvanlar? Qarğa, qartal, əqrəb, sıçan, bir də quduz it. Bəzi hədislərdə də ilan varid olub. Demək, bu ziyanverici heyvanları istər toxunulmaz ərazilərdə, yəni Məkkə və Mədinə şəhərlərində ehramda olsan belə, istərsə də digər ərazilərdə qətlə yetirmək günah hesab olunmur. Vəlhamdülillahi Rabbil aləmin.